Bəllidir də sizə mənim kimlə məsələlərimiz var, söz söhbətimiz var. Sağ ol Fərəd, çox sağ ol can. Sən Allah hədiyyə atma. Hədiyyə üçün burada deyiləm canım mənim. Mən sadəcə olan deyirəm ki, ot kökü üstə bitər. Bu qız da Samirə xanımın qızıdırsa, Fərəh pis ola bilməz. İnsandır. Yenə deyirəm. Burada bax sizə sual verəcəm. 2000-ə yaxın insansınız. Səhviniz olmayıb. Yazın da. Səhvsiz Allahdır. Olmayıb. Bir fərqiniz budur ki, Fərəh sosial şəbəkədə və yaxud belə deyim ki, tanınmış insandır efirdə, sosial şəbəkədə. Hələ də anası tanınmış müğənni olduğu üçün. Hamı yazır olub. Və indi bu yazıq qız uşaqdır da. Siz indi yaxşı övladınız bir səhv eləsin. Bax, belə deyək. Aparıb bazara çıxardıb sataq övladımızı. Övlad səhvi ilə də, düzü ilə də övladımız da. Özü bu yazıq qız indi dedi də, demədi ki, haqq eləmişəm. Dedi ki, mən orada bu fikir ifadə eləmək istəyirdim. Bu çıxdı ağzımdan. Bunun da, yenə deyirəm, biz heç kimiyik. Müğənni kimdir ki, çıxsın bir müğənni, o biri müğənni. Adama deyirlər, sən kimsən? Bax, indi siz məndən suala cavab soruşursunuz. Sabahları Fərəhin maması çıxar, elə özü çıxır. Deyir, sən kimsən ki, sən mənim hərəkətimə fikir bildirib, elə yaxşıya da pisə də. Niyə fikir bildirirsən ki? Ona görə də həmişə başınızın üstə Allahı görün. Bugün Fərəh nəsə danışar, sabah sizin balanız danışar. Onda da yəni insanı elə bir vəziyyətə çatdırarsınız ki, adam, məsələn, mən güclüyəm. Mənə, sağ ol Ülviyə xanım, canım mənim, hədiyyə atma canım. Çox sağ ol. Sonra Ülviyənin mahnısı ilə bağlı. Ülviyə elə bil mahnı yazandı. Evli bir insan sevirəm. Ülviyə niyə oxuyub? Bu nə qəşəng yaraşır. Mən anam kişi doğmalıymış. Mən əvvəldən bilirdim ki, mən nəsə kişi olmalıyammış. Sonra dönmüşəm. Mamam nə deyirdi rəhmətli? Deyirdi, yuxuda sənin doğana qədər deyir, armut yeyirdim 5-6 aya qədər. Ondan sonra deyir, başladım alma yeməyə. Yəni armut görəndə deyirlər, oğlan olur, alma olanda qız. Yəqin əvvəl belə mayalananda oğlan kimi mayalanmışam, sonra yəqin çönmüşəm, nə olmuşam bilmirəm. Bu da indi. Yəni dediyim odur ki, Ülviyə xanım mahnı yazan deyil, bəstəkar deyil. Bir ki, hüququnu bilməyən adını qoyub jurnalist. O çıxsın o sözü mənə desin də, sənə cinayət şaşdıraram, o mahnını oxuma. Sən kimsən, sən qanunsan, dövlət var, qanun var, haqq var, hüquq var. Mən Ülviyənin vəkili deyiləm. İndi o mahnını mən oxuyacağam. O Rəsmiyə Kənani, Rəsmiyə xanım var olun. Bax, niyə Rəsmiyə xanım? Bu gözəllikdə sənətiniz var, simanız gözəl. Niyə görə aktiv olmursunuz? Kəmalə Günəşliyə baxın, mən onu buradan alqışlayıram. Baxmayaraq bizim efirdə bir Yüngülvari şəxsi həyata toxunmadan, baxın ha, Yüngül bir polemikamız oldu. Kəmalə dedi, efirdə yoxdur da Afət. Efirdə indi Kəmalə nə bilsin ki, Afətlə üzünə verilişi efirləri kölgədə qoyur reytingdə. Dostlar, sizə burada sual verirəm. Efirlərə baxırsınız, yoxsa mənim verilişimə? Yazın görüm. Mən də ona uyğun bir cavab verdim və onunla da bizim söz-söhbətimiz bağlandı. Yəni mən ona, o mənə qarşı bizdə, o da qurtlu deyil, mən də qurtlu deyiləm. Nə ucundan tutaq ucuzluğa nəyə gedək ki? İndi Kəmaliyə baxdınız, ay Rəsmiyə xanım. Gördünüz o qız hardan tutuzdurdu? TikTok'u dağıdırdı, sosial şəbəkəni dağıdırdı. Yoxsa o vaxta qədər ona deyirdilər, gəl 1500 manat da gətir, gəl efirə çıx. Özünü də puldan xilas elədi. Bu sosial şəbəkədən insanların o belə deyim ki, reklama meyilli olan damarını Kəmalə qəşəng tutdu. Siz də bir yol seçin, bir yol, nə bilim nəsə bir ki, istəyirsiniz mən sizi səmimi efir eləyək. Həftədə bir dəfə bax siz olun, digər sənəti olanları tanıdım burada. Nə olar? Bizdən sonra gələn nəsil də qoy şey olsun, tanısınlar. Burada Rusiyada Azərbaycanlıların bir xüsusiyyəti var. Ona görə mən onlara minnətdaram. Düzdür, mən populyar müğənni kimi gəldim, çıxdım Rusiyaya. Burada heç populyar müğənni deyil də. Yəni gəlin deyək İlham Qasımov. Özünə görə 5 adamdan ikisi deyəcək tanıyıram, 3'ü deyəcək tanımıram. Amma İlham burada mənimlə eyni qiymətə toya gedən müğənnidir. Mənim qədər populyar deyil. Baxın niyə? Buradakı Azərbaycanlılara dəxli yoxdur. Bu Afətdirmi, bu Rəsmiyyədirmi, bu İlhamdır, bu Ülviyyət, bu kimdir? Yox, onlara vız gəlir. Buradakı Azərbaycanlılara. Bunun reklamı var, vız gəlir. Toyumu qəşəngmə aparır. Nə pul istəyir, verir. Amma toyuna apara bilməyən əksəriyyəti istəyirsən belə nə olursan ol. Hə, indi deyəcəksiniz, bəs oxuya bilməyənlər 1-2 nəfər bildiniz də necə gəlirlər? Onlar necə gəlir? Burada toy təşkilatçıları var.
restoran administratorları var. Ev yiyəsi gələndə mahnıdan da bəzilərinin başları çıxmır, biləsiniz. Özdə onlar, mən bir-iki zona deyəcəm, o zonalara toya gələ bilmirlər. Məsələn, Qarabağlıların toyunu oxumağa gələnmirlər. Qarabağlı toyunda ağır mahnılar var, istəyəcəklər, oxuya bilməyəcəklər. Onlar ən çox fonoqrama önəm verən 2 zona var, adlarını deməyəcəm. Onların toyuna gəlirlər. Amma onlar gəlsinlər mənim kimi Qarabağ toyu oxusunlar, Gəncə toyu oxusunlar, Bakı toyu oxusunlar. Sənətə, yəni çıxıb bir oradan deyəcək bir muğam oxu, nə bilim bir bəy tərif elə. Qalacaq belə bir aşıq mahnısı oxu, bir baş sartı ilə oxu. Məsələn ha, toy indi muğam yeri deyil, onu demək istəmirəm. Yəni ən azından bir səsi olmağını bildirən Rəsmiyə xanım. Yəni ki, o müğənniləri bura kim gətirir? O deyirlər $6.000 falan kəs. O 6.000-in 3.000-i gedir təşkilatçıya. Cibinə pul qoyur, onu da tərifləyir, sırıyır. Hərəni də bir dəfə allatsa, ömür qısadır da, bir 5-3 il qəşəng yeyəcək. Sonra da bir dəfə məsələn padruqasının maşınını götürüb deyəcək, maşın almışam. Bir dəfə nətər mənim təyyarəmi sizə göstərdim, bir 3 gün səhifələr yazdı, Afət təyyarə alıb. Samirə xanım, can sağ ol, var ol. Yəni, bax, Rəsmiyə xanım, məsələn, bir dəfə götürün, mən sizin yerinizə olam, orada bir uzun qulaq tapın, eşək arabası. Yanında durun, deyin, bu da mənim Mercedesimdir. Məsələn deyirəm, ha, məqsəd orada eşək üzərindən PR eləmək. Dalınca bir dənə tez mahnı qoyursunuz, eşəyin yanında durub oxuyursunuz. İzləyicilər vallahi billahi, ay aman sizin səhifənizdə yatacaqlar. Sonra get məsələn bir dənə boş sahəni göstər, bir 50 hektar. De ki, buralar mənimdir, almışam. Bir dəfə çıx de ki, Ricky Martin'dən duet hazırlayıram. Bu sahəni satışa çıxartmışam. Bax bu əkin sahəsi denən mənimdir. Gopdan qoş, gopdan. Gop elə. Nə qədər çox göp eləyirsən, o boyda reklamın gedəcək. Həmən anda da göp eləyən vaxt, uje mahnı çıxa-çıxdadır da, peşdən çıxır mahnı. O göpün dalından bir dənə mahnını qoyursan gedir, olursan zvezda. Vallah billah efirlər, özləri səni çağıracaqlar ki, gəl o göpdan bizdə də danış. Vəziyyət budur. Bu sirri, vallah ata oğula deməzi, mən sizə deyirəm. Bax elə sabah oradan başla. Get dayan, harada yaşayırsan, bilməm, Bakıda yoxsa. Ələtdə bir dənə düzəngah yer denən bütün buraları almışam mənimdir. Çək qoy TikTok'a. Bir partlamayacaq, 2 partlamayacaq, 3-cü deyən, ay cəmat buranı alın da, üstünə yaz qoy ki, ərazini satıram, bax belə. Elə də, nə bilim, sonra bir dəfə piraşqı bişir. De ki, efirlər pul istəyib piraşqı bişirib satıram, məndən alın. Bax, belə-belə, bu sosial şəbəkə olan vaxtı, qabağa gedə bilməyən müğənninin, inciməyin sizdən üzr istəyirəm, ağlına keçə yamayın, belə mi deyirlər? Ağlınız olsun. Burada bir Aysel xanım var. O da bilməm bizim müğənni Ayseldirsə, onu da salamlayıram. Müğənni deyilsə də salamlayıram. Hər halda gördüyümü deyirəm. Mən necə danışıram ay dostlar? Mən reallığı danışıram. Baxın, mənim o gün sizə təyyarəmi göstərdim. Oturmuşam təyyarədə mənə deyirlər ki, sağı solu göstər, görək sənindirmi? Gör sağı solu. Adama deyərlər ki, təyyarənin sənədini göstər. Mən nə dedim? Dedim o yalandan Qalenvay gönlümü satıram deyən müğənni var. O hələ eləcə Qalekin sənədini göstərsin. Mən o boyda təyyarəmi, mən təyyarəmi niyə havayı göstərməliyəm ki sizə? Yerdən tapmışam onu. Bizim özdə olmalıdır, bir təyyarə yox, 3 təyyarəmiz olmalıdır. Samirə xanımın vəbşə 5 təyyarəsi olmalıdır. Sənlə Rövşanə xanım dalar. Biz dalaşmamışıq. Baxın, efirlərdə Rövşanə xanım kimi savadlı, dəyərli aparıcılar olduqda mən polemika eləməyi sevən adamam. Məsələn, mən gəlim hər hansı bir 2 eşəyin arpasını bölə bilməyəm bir aparıcı ilə nəyi danışacağım? Bax, nə danışacağım? Ondansa burada bir dənə qoşaram bir nəfəri, bir dənə yox, üzr istəyirəm, bir nəfəri. Mən də o bəzi aparıcılar kimi insana dənə dedim deyəsən. Çoxsu efirdə deyir, bir dənə, bir dənə qonağımız var, bir dənə yox. İnsana dənə deməzlər, dənə spişka dənəsidir. O qədər səhvlər görürəm ki, bir də biz biraz Sovetin dönəminin uşaqlarıyıq. Biz gözümüzü açıb Ofeliya Sənayini görmüşük, Roza Tağıyevanı görmüşük, Rafiq Əliyevi görmüşük, Rafiq Həşimovu görmüşük, Dilarə Kazmova deyəsən o xanımı. Yəni bunlardan biz görüb götürmüşük, Yaz TV-nin müğənniləri olmuşuq, biz böyük kiçik yeri bilmişik, nə bilim. İndi mən demirəm, mənim dünya boyda sənətim var, yox. Samirə xanımla müqayisədə Samirə məndən yaxşı oxuyandı. Mən bunu da bilirəm. Amma indi hər halda bu təzə çıxan qızların hamısından mən yaxşı oxuyanam. Bu təzə çıxan qızlar var. Onların hamısından gətirin canlı oxuyaq. Mən Bakıda olanda da təklif elədim. Dedim gəlsinlər.
Gəlsinlər, özü də musiqisiz oxuyaq, mikrofonsuz oxuyaq. Vallahi deyir, bu qız inqilab edəcək. Mən buradan yeni çıxan müğənnilərə deyirəm, yazıqsınız, gedib banklardan kredit götürməyin, efirə belə həsrət çəkə-çəkə baxmayın, afətlə üzünə verilişində gəlin özünüzü tanıdın, ya da çıxın özünüzə bir TikTokdur, görün nə gözəl şərait. Bizim vaxtımızda bu şərait yox idi, yoxsa mən get saça makyaja pul ver, əziyyətlə zülmlə, sonra get paltar al, sonra yollarda qala-qala, tıxaç var isə tıxaçda qala-qala, ac, susuz, evdə otur pürrəngi çayda qabağında. Qozdan almadan qoyursan qabağına, bax, qozda qutarıb, qozum yoxdur. Baxırsınız, qabığı qalıb. Qoyursan burada 3 badam bir qoz. Özü də sizin bəxtiniz onda gətirib ki, Lüboy bir dənə bizim vaxtımızda hər mahnını efirə buraxmırdılar. Gözəl mahnılar almalıydıq. Gözəl mahnı uğrunda mən baxın da 20 il əvvəl, 25 il əvvəl Eldar Mansurov kimi bəstəkardan hər müğənni mahnı oxuyanmazdı. Mənə bir şərt kəsdi. Dedi ki, bu mahnını mən dedi pulla mahnı satmıram. Mən deyə o qədər çetvert oxumuşdum dostlar. Bayt Şiraz da çetvert oxuyurdum, indi müğənnilər bilər. Dedi mənim mahnımı, mən deyən kimi oxuyacaqsansa mahnı sənin halalındır. Oxuya bilməyəcəksənsə mənim adım sanım var, mən mahnımı zay eləyə bilmərəm. O oxudu, mən oxudum, o oxudu, mən oxudum. Fortepianist olduğum üçün tez qavradım nəyi demək istəyirsə. Ona görə də, görürsünüz, bax burada 2000 adam var, moderatorluqda verməmişəm. Öpürəm sizi, çox sağ olun. Hamı gözəl yazır. Yəni bir dənə küçə söhbəti yoxdur da burada. Var olun. Mən bunu görmək istirdim. Hər birinizə təşəkkür edirəm. Ürəyim açılır. Qoy bizim xalqımız bax belə tərbiyəli yazsın. Nəyə görə başqa millətin TikTokuna baxıb ürəyimiz gedirdi ki, kaş bizdə də belə olar. Canay Samirə xanım, var olun. Samirə xanımda olan bagaj bayaq dedim, bilməm canlıda yox idi zonda. İnsan nə qədər bəstəkar mahnıları bilir. Nə qədər bəstəkar mahnıları bilir. Bagaj o qədər. Sadəcə olaraq bu önündə reallıq belədir ki, heyf insanların zövqü korlandı. Bu bəzi tif-tifi verilişlər insanları səhv yönəltdilər. 3 badam bir qoz mahnıları təqdim eləyəndə dedilər yəqin mahnı budur. Samirə xanım, mən Moskvaya təzə gələndə izləyicilərin çoxu bu söhbəti bilir. Burada bir ailə ilə dostluq eləyirdik. Xanım dedi ki, mən səni qarşılayacağam aeroportdan. Tərdən düşdüm, məni qarşıladı. Mən insanları mahnı zövqünə görə mənəviyyatına onu dəyər verirəm. Rəsmiyə xanım da buradadırsa. Yəni, mənim bu gün özümün də ifa etdiyim o janr var, gedib pul xərcləyib aranjman zad elədirik. Onlar mənim ruhum deyil, ha dostlar. Onları mən bugünkü gün palaza bürün, ellə sürün. Allah təzə-təzə əlim əsirdi o aranjmanlara pul verəndə ki, mən də bunu oxuyuram, ay Allah. Mən peşəkar musiqiçiyəm, mən musiqi müəllimiyəm. Ola bilər, mən məsəl üçün, belə deyim ki, böyük sənətkar olmayam, sənətkar da deyiləm, nə ortaca sredini bir oxuyan olam, amma axı mən musiqi müəlliməsiyəm, peşəkar piyanino, fortepiyanistəm, mən. Vallahi billahi, inan Allah. Burada Maral Tahir qızına lağ eləyirlər. Maral kimi, ay Mətanət xanım, görürsünüz, çaba göstərir öz əyağının üzərində. O da Azərbaycanlı xanımdır. Maralı burada niyə lağa qoyursunuz? Maralda olan qeyrət eşitən nəslində kişilərdə yoxdur. Çıx öz adından yaz, mən onu sənə sübut eləyəcəm. Mən hər bir sözümün altından imza atıram. Görürsünüz, sizi də blok atmıram. İzləyicilərə sual verirəm, dostlar. İndi bu insanda hamı Aygün Kazımov ola bilməz ki, düzdür. Hamı Brilliant Dadaşova ola bilməz ki. Hamı xarizmatik ola bilməz ki. Hamı nə bilim. Bu Maral da özünün bir balaca dünyası var. Özünün bir nə bilim bir neynir ki, sizə nə pislik keçib. Bu adam gəlib səndən çörək istəmir, pul istəmir. Onun bunun minisovkalarını, mahnılarını oxuyur. 5 manat çörəyin qazanır. Niyə lağa qoyursunuz ki burada? Görün, qəlbiniz nədir? Ona görə də bax, onu soruş, deyəcək, bankın borcun içində ölürəm, deyəcək. Nə olar, borc insan üçündür, 5-3 manat. Amma bu adam, bu ağılla, Marala da Allaha xatir hörmət qoymalısınız. Borcunuzdur. Yaradılana, yaradana xatir hörmət qoymaq lazımdır. Maral sənə neyniyib ki? Duxun çatır, bildin də, get kimlərə sözdür. Deyənməzsən axı. Sənin profilini gecə ilə axtarıb taparlar. Sən məsəl üçün Marala söz deyirsən elə, tutaq ki. Sən adını yazın burada kimə? Kimə söz deyə bilərmi o? Məsələn, elə özümdən götürəcəm. Mənə söz deyə bilərsən, məsələn, sən. Deyənməzsən. Mənə söz deyənməzsən. Amma sən Marala deyə bilərsən. Bilirsən ki, Maral onun dalına düşməyəcək. Ayıb olsun sənə. Adam heç vaxtı zəifi vurmaz. Duxun çatır, güclü ilə gəl vuruş. Nə var ki, Maral neynir ki?
Yox, estağfurullah, mən demirəm mən Peyğəmbər nəvəsiyəm. Mən deyirəm ki, sən o sözü yazdığını, məsələn, mənlə tet-a-tet gəlib, onu sən mənə deyə bilərsən? Yox, özün də bilirsən ki, deyəməz. Bax belə, olmaz. Görsən, burada Maralı nə qədər tərəfini tutdular? Allahın quludur da, özü üçün oxuyur, sizə pislik eləmir, pis işlə məşğul deyil. Nənə 2 dənə mahnısını oxuyur. Özdə Maral Tahir qızı, siz zarafat eləməyin. Dövlət televiziyasında o vaxtı ansambllə canlı ifadə. O bəyənmədiniz yazmışsınız Maral. İndiki o Moskvaya gəlib 100 hoqqadan çıxan gənc müğənnilər varmı? Vallahi billah onların çoxsundan çox yaxşı oxuyur. Maral heç olmasa bilir oxuduğu Şurdumu, ondan sonra Cahargahdır, Bayat Şirazdır, hər nədir. Heç olmasa Maral bunları bilir. Heç olmasa Maralın anadan gəlmə bir qırtlaq səsi var, bir zəngüləsi var. Onu siz bəhbəhlə səhifəsində yatırsınız. Onun bunun ərindən məsəl üçün kimsə uşaq qapan çalaqlayıb da. Yəni lağa qoyursansa, səndən razıyam. Ged onları da qoy. Qoyanmırsansa olmaz. Olmaz. Zəifə gücünüz çatmasın. Güclüyəm deyənlə vuruşun. Vuruşa bilirsinizsə, qeyrətin çatırsa, ay onu yazın. Sizə demirəm dostlar, sağ olun. Siz onun dərsini zaten burada yazdığınız o gözəl cümlələrlə dediniz. Yox ay canım, nə ər davası, mənim ərimi görən bilir, bilən də bilir. Mən heç vaxtı kişi davası aparan müğənnilərə heç vaxt haqq qazandırmamışam, həmişə də ayıbdır demişəm. Müğənni sən get mahnını oxu. Çox sağ olun. Və mənim bir il əvvəl dediyim şeylər indi məni təq edirsiniz. Afət xanım, bu cümlələri bir il əvvəl siz deyirdiniz. Mən deyəndə məni ağıyıb qara sərirdi bəziləri. İndi mənə bəraət yazırlar. Hə, halal olsun bu mövzunu siz deyəndə biz bilmirdik belə elə. Mən bəxt yığvalım belədir ümumiyyətlə. Mən deyir o doğru danışan 9 köydən qovarlar. Həmişə mən bayaq canlının əvvəlində dedim, mən 100 il əvvəldən, 100 il sonranı daha doğrusu, 100 il sonranı 100 il əvvəl düşünən insanım. Və biləsiniz. Bax, burada məsələn bir Ramin var. İndi o kişidirsə, məsələn, mən profildəki nömrəmi götürsün, məni yıxsın. Və canlı açaq. O Ramil məni görəndə yüzünü tapmışam belə. Əli bəyağımın əqqabımın altından öpür ki, qonşunun deyir uşağı özdə nə danışırlar bu cür kişiciklər. Telefon stolun üstə qalmışdı, klasik yalan. Qonşunun uşağı yazdı. Telefon stolun üstə qalmışdı, qonşunun uşağı yazdı. Bu monitorun dalında Cekcana mən də burada bilirsən nətər sözlər deyərəm. Bilirsiniz, nə bilim, Rainbow'a nələr deyərəm. Pa, siz bilmirsiniz, mən Rainbow'u nə günə qoymuşam. Pa. Bax, busuz da, xoşun gəlmir balam. Mənə baxmaq məcburiyyətində deyilsən. Mən sosial insanam, mən müğənniyəm, mən evdar xanım deyiləm ki, deyəsən ki, ay qız, nə gəzirsən bu TikTokda, get yeməyin bişir. Mən sosial insanam, hələ sosial insan olmağımla bərabər ziyalı insanam. Sizi maarifləndirici söhbətlərə dəvət edirəm. Arıqlamaqla bağlı gözəl qoz alma salatı düzəltdim sizin üçün. Özümdən icad elədim. Xanımların neçəsini arıqlatmışam. Təbii yolla. Bax, 1 manat pulunuzu almadan. Ona bax, qadındır, yazdığına bax. Hay Fuad sənə, ona bax. Onun yazdığına bax, mən ölüm. Bircə nəfər də. 1700-ün içində 1 nəfər. 1699-un ağrısı acısı geçsin, o bir nəfərin ürəyinə eybi yoxdur. Mən də belə deyim ona. Zato mən buradan sənə deyirəm, sən oradan mənə deyəmmədin. Bizə deyəmmədin. Biz 1699 nəfər səni susturduq. Bu da belə. Bəzən də məsələn, kimsə yazır, elə deyir, söhbət, elə belə deyir yazdım da. Bir aparıcı qız var, bir dənə oğlanı dünən 600 manat cərmələndirib qanunla. Ona sosial şəbəkədə təhqir yazıbmış. Ləzzət elədi mənə. Özdə oyunda o adam 600 manatı görün ondan ötürü elə bilin ki, Afətin, onun 600'ü elə bilin ki, Afətin nə bilim 600 minid də və belə bir şeydir. Pul olmayan adam üçün 600 manat bilirsiniz nədir? Dediyim odur ki, moderatorsuz mən canlı açmışam, risk eləmişəm. Bu cür TikTokda. Bu da mənim uduşumdur. Axır ki, izləyicilərim, mən istəyən izləyicilər oldu. Bax, sizi düz yola axır ki, dəvət elədim və nəticədə oldu. Mən də sizi təbrik edirəm. Siz məni o gün təbrik elədiniz. Mən də sizi təbrik edirəm. Çox sağ olun ki, biz birlikdə bu sosial şəbəkədə
mədəni, mərifətli, gözəl verilişlərdə görüşmək ümidi ilə. Sağ olun, sağ olun. Yox, heç kimə baxmıram, valla. Niyə deyim? Şeyə yazırsınız, Tolikə bilirsiniz. Tolikə mən niyə deməliyəm ki? Tolik mənə nə ayırıb ki, başa düşmədim. Mənə nəsə deyib ki. Mən yadınızda bir şeyi saxlayın ki, Pənşeşi oxuyanda mənim müğənnilər az qaldılar ki, düşmən elan eləsinlər. Mənim çörəyimlə oynayırdı müğənnilər, yaşca məndən böyük müğənnilər. Cəmaata yalandan belə şaya buraxdılar ki, bunu gətirib toyunuzda oxutsaz, Afəti gətirib toyunuzda oxutsaz. Afət şeydir, onları elə başa salmışdılar ki, güya ki, mən onların toyunda oxusam, mənim o mahnıma görə onların toyunu da dağıdacaqlar, özlərinə də cinayət işi açılacaqdı. Yəni, belə çaşdırmışdılar. İndi belə adam var, inanır da. Mən yaxşılıq itirən adam deyiləm. Yeganə qorxmaz insan Tolik oldu ki, məndən ötürü Tolik hələ də bir əməkdar artistlə düşməndir. Yəni, mən bugün onların işinə qarışmıram. Mənə düşməzəyi kim haqdır, nahaqdır. Amma mən 20-ci il, yox, 19-cu ildə Pənşeşi oxuyanda adam məni verilişinə çağırdı. Bir tərəfimdə oturtdu Cavanşir rəhmətli Məmmədovu, bir tərəfimdə əməkdar artist Firuzə İbadovanı. 2 əməkdar artisti oturtdu. Mənim haqqımda gözəl qanunla, mən qanunla düz idim. Haqla, hüquqla gözəl sözlər onlara dedirtdi. Bax, 1 manat mən ona vermədən. 1 manat vermədən. Adam var, ona mən o qədər pullar da vermişəm, hədiyyələr də vermişəm. Kimlərinsə sabah 5 manat artıq alan kimi mənim əleyhimə kampaniya başlayıblar. Amma indi yazır. Alo. Salam. Axşamınız xeyir. Hansı aya bacı? İyunun neçəsi? Yox, gündə toy zəng edirlər, yadındasın. Neçəsi? 12-si biz zannetik deyəsən. Beh vermişsiniz? Qoy, mən dəftərimə baxım. Məncə biz 12-si zannet deyək. Bir dəqiqə. Kim var? Hə. 12 iyun mən. Dayan bir dəqiqə. 12 iyun mən zanitəm, amma biz çoxdan götürmüşük toy, bəli. Sizdən beh gəlmədi, biz də toy götürdük. Sizin toy hardadır? Yox, bacı, biz toy götürdük də. Siz toy elə danışmırlar axı. Toy danışıb beh verirlər. Bildim, bacı, mən başa düşürəm sizi. İndi mənə gün ərzində bir 10 adam zəng vurur, qurban sizə. Mən bir onun dalınca necə düşüm ki, mənə toy çıxıb götürməyim. O da mənim biraz acizliyim olaraq ki, mən sizi yığım deyim ki, gəl, siz bizə o toy deyirsiniz, yoxsa yox. Yəni, məni də düzgün başa düş. Vaxtı dəyişin də, nə var ki, 12-si olmasın, 11 olsun, 10 olsun. Başqa o qədər vaxt var ki. Var, vaxtım var, bəli. Yox, 13-ü hələ boşam. 14-ü zanitəm. İyunun 12-si 14-ü zanitəm. 13-ü boşam. Neçənci gündür 12 iyun? Siz 13-ünə salın 6-cı günü. Lap gözəl. Yaxşı bacı, yaxşı. Gözləyəcəm zənginizi, yaxşı. 12 və 14 həmin ərəfədə zanitəm, bəli. Yaxşı. 14-ü də zanitəm, yəni birdən elə bilə, yəni 14-ü bazara düşürsə, bazar da zanitəm. 12 və 14 zanitəm. Oldu bacı, oldu. Sağ olunuz. Allah mübarək eləsin. Hə.
Nəyə danışırdım? Köməkçi nə edəcəm acan? Xalqdan niyə qaçmalıyam ki? Niyə? Nə arırsınız ki mən? Yəni turşuya qoyursunuz mən nə edəcəm? Adam yəni zat deyilik ki, nə də adam yəni zat deyilsin, xeyir verirsiniz də niyə qaçmalıyam ki? Qiyməti bilirlər, danışmışıq ki, qiymət demədiniz. Hə, nəyi danışırdım? İndi yazırsınız Tolikə nə deyirsən falan. Ay balam, Tolik mənə nə pis deyilib? Ya Səidə mənə nə pis deyilib ki? Mənim həddimə düşməz. İkisi də yaşını başına almış adamlardır. Amma mən onu deyirəm ki, siz burada yazdınız ki, Tolik haqqında bir söz. Mən də deyirəm, şəxsən məni suyu susuzlayanda verərlər. Girin baxın, 19-cu ildə, 2019-cu ildə Pəncüşeş mahnısı vaxtı ilə mənim çörəyimlə oynayırdı müğənnilər. Məni çörəyimdən eləmək istəyəndə, xalqı çaşdırmaq istəyirdilər ki, afət gəlib sizin toyunuzda Pəncüşeşi oxusa, görün nə cür şaya buraxırdılar. Afət tutulacaq, o mahnıya görə toyunuz da boykot olacaq. İnsanlar mənim haqqımda dedi ki, oy canım, bu mahnı ilə mənim efirimdə oxu. İndi mən nəyə görə kimisə haqqında, bir dəqiqə üzr istəyirəm. Ona görə də xahiş edirəm məni o şeylərdən. Həm də bəli. Hə, yaxşı. Hələli, bildim. Tamam. Hə. Yox, yəni sual verirsiniz, mən heç bir sualdan qaçan deyiləm. Mənim cəsarətimi də bilirsiniz. Heç kimin də davasına məndən sizə məsləhət, qarışmayın. Sonra o dalaşanlar barışır, ortada siz pis qalırsınız. Pendirin kilosu bilməm, mən belə qutuda alıram. Qutu ilə alıram. Mamit müəllim deyir ki, heç kimin haqqında nə yaxşı, nə pis danışma. Deyirsiniz Mamit müəllim nə deyir? Deyir ki, nə pis, nə yaxşı danışma, qarışma. Səhv mi deyir? Yazın görüm. Amma indi mən hər dəfə, özdə bu efirimdə yox, mən həmişə bu vaxta qədər, həmişə demişəm ki, mən yaxşılığı itirmirəm. Davamız da olub, dalaşmışıq da o vaxtı, dolaşmışıq da, sonra barışmışıq da, yəni yaxşılığı da itirmirəm. İndi mən sizə sual verirəm, sən mənə bu günləri ehtiyacın varsa, bax bu almaya, sən məndən gəlib bu almanı istəyirsənsə, mən sənə bu almanı verirəmsə, üstündən bir 5 il keçəndən sonra artıq özünü tutmusan, mənə ehtiyacın yoxdur, indi mən pis adam olmalıyam. Deyin necə qaşıq. O hənanın yeridir, onu kim idi yazar. O kimsə mənim ən sadiq izləyicimdir. Yox, mən heç kimin davasına qarışmıram. Qarışmağa haqqım da yoxdur. Sadəcə bircə onu deyirəm ki, barışsınlar. Kimlər dava elibsə, konkret son vaxtlar gedən davalardan danışmıram. Mənim başım səs-küy götürmür. Mən insanları xoşbəxt görəndə sevinən insanam. Mən kiminsə davasına baxıb sevinən bədbəxt deyiləm. Mənim qəlbimə görə də Allah mənə ruzi yetirir. Bax, mənim 15 ildir gecə günüz nə mənada? Yəni, səhnədəyəm 15 ildən də çox. Amma profesional, peşəkar efirlər olsun. Yəni, ortada 6 il, 7 il fasilə verdim. 11-ci ildən 17-yə 6 il. Onu çıxdıqda mən 6 il oxumadım. Sonra gəldi 1-2 il pandemiyası, müharibəsi. 2 il orada, 18, 19, 2 il orada oxudum. 3 il də burada. 5 il. 15 ildir. Gecə günüz, sosial olsun, toylar olsun. Mən bu vaxta qədər, məni tanıyanlar bilir, mən heç kimə pislik arzu eləməmişəm. Kiminsə davasından ləzzət almamışam. Elə bədbəxtlər var, 2 nəfər dalaşsın, bir-birini qırsın. Özdə mən sizin də kommentlərinizi görürəm. Gəlin filan kəsə dəstək olaq, gəlin filan kəsi yıxaq sürgək. Niyə? Niyə yazmırsınız ki, barışın? Bax, mənə 2500 məsələn izləyici bayaq var idi. İçində bircə nəfər yazdı ki, filan kəslə barışın, məsələn. Barışıqdan söhbət gedəməz. Bizdə artıq o mərhələni keçib. Hətta demişəm də ki, məhkəməni də geri götürən kişi qızı deyil. Bunu da demişəm. Amma o insanın ürəyinin gözəlliyinə baxın. Mən ondan danışıram. İnsan görürsünüz, məni istəyən insandır. Məni istəyir, deyir ki, mən istəyirəm Afəti söz söhbətdə görməyəm, Afəti gözəl işlərdə görəm. Həmişə sülh yaradın. Tırka verən olmayın. Bax, bayaqdan neçəsi yazır. Filan kəs pisdir, filan kəs belə filandır, fəsmən kəs pisdir. Niyə? Dilin ağzın yoxdur, gedib başqasının səhifəsində yazdı.
Əlbəttə barışıqdan gözəl heç nə yoxdur. Çalışın barışdırın. Yox, barışdırmırsınız. Ay belə mənim var ətrafımda da, dostluq elədiyim adamlarda da var. Məsələn, özüm görürəm də, məsələn, adamlar var ki, dostluq eləyirəm, baxıram ki, öz-özlüyümdə oturub təkcə fikirləşirəm, deyirəm, hə, mənim də yəqin filan kəslə davamdan ləzzət alırmış. Məndə Allah elə, anam elə doğmayıb məni. Mənim ürəyim, rəhmətli ananız dedi, 89-cu ildə toyumu oxuyub. Əfsanə xanım, barışmaqlarını istəyərəm mən, başqa heç nə. Nağıyeva, Allah sizi xoşbəxt eləsin. User, heç kimin haqqında burada təhqir yazmayın, bloka atacağım sizi. Mənim təhqirdən xoşum gəlmir. Yəni, mənə xatir, burada xanımlar var, xanımlara xatir. Haqqı deyən bir tərəfində olmaq lazımdır. Mən sizə bir söz deyim. Mənimlə bugünkü gün söz söhbəti olan insanın, onun izləyiciləri elə bilir, o haqlıdır, mənim izləyicilərim elə bilir, mən haqlıyam. Amma qanunla mən haqlıyam. Amma onun izləyiciləri onu çox istəyir deyə, elə bilirlər çox istədiklər. Ona görə də bu nisbi anlayışdır. Baxır, kamu kak, rus demiş. Başa düşərsiniz yəqin ki, nəyi demək istəyirəm. Məsələn, burada biri bir təhqir yazır, indi mən onu blok atdım. Mən belə adamları başa düşəmirəm. Sən bilirsən ki, bunu yazan kimi sən blok atacağım. Yoxsa bu profili açmaq asandır ki, dostlar. Yəni, belə asanlıqla kimsə ağzına gələn yazır və blok olunur. Neujeli bu mən gözəllikdə xanımın səhifəsində oturub mənim kimi gözəl xanıma baxmaq istəməz. Mənim bu gözəl çıxışlarımdan bir... O, Fatimat xanım. Buradadır mı Fatimat? Buradadırsa, salam, salamlayıram. Hə. O qədər, bax bu deyə Əfqan bəy 023, çox sağ olun, var olun, hədiyyəniz lazım deyil, özünüz sağ olun. Volk 44, Volk kimdirsə həmişə gizli izləyicilərdəndir. Biz PK eləyəndə Təranə xanımla mənə çox dəstək olmuşsunuz, haqqınızı halal eləyin, da PK eləmirik. Yəni ki, həmişə ürəyinizdə əliniz komment yazanda da əvvəla qarışmayın. Qarışırsınızsa həmişə sülh yazın. Yazın ki, barışın, barışın. İnsandır da əsəbi halına düşüb. Evdə dalaşmırsınız. Dalaşan nə deyir ki? Elə, o onu yığır, bu bunu. Ay Allah, gördünüz filan kəslər bir-birinə nələr dedi. Ay Allah, yaxşı görək. Ay onu deyənlər. Siz dalaşanda bir-birinizə canım, Allah səni belə eləsin, belə deyirsiniz. Saçma heç bir qulluqsa deyiləmirəm. Belə darıyıram, yuyuram və salam. Samolyotu satışa çıxartmışam. Rick Martin'lə duyet hazırlayıram. Görürsünüz, belə. Bayaq qəşək kefli söhbətlər eləyirdim, nəysə.